Salam herkese. Bugün ilk YouTube videomu çəkirəm və bugün nane qurutmağı düşünürəm. İlk videomda hardan necə başlayacağımı bilmədiyim üçün günlük videolar çəkməyi düşünürəm və vlog halında nane qurutacağım bugün. Belə bir market torbasına yığacağım naneleri. Başka bir şey de yığmaq olardı. Sadece olarak ben bunu tapdım ve yığıb tək əllə çəkmək olmadığı üçün yığıb daha sonra tekrar çəkəcəm. Burada gördüğünüz gibi nane çoxdur və mən də yığdıqca çox yığmaq istəyirəm. Hətta burada çələklər də var. Bura salyangozlar, yani ilbizlər gəlib yeməsin diye bir soda ya duz nəsə belə bir şey töküblər. Burada da bir çələk böyüyüb artıq. Ama indi yeme olmaz çünkü kaldı, yani yetişmeyip tam. Mən belə yığdım. İndi isə gövdəsindən ayıracağım yarpaqları elə qurutmaq üçün. Çünkü gövdəsi çox qalındır. Gördüğünüz gibi. Nanenin çok faydaları var. Yani naneni indidən qurudub qışa da saxlamaq olur. Qışda yeməklərdə istifadə etmək də olur. Çayda istifadə etmək olur. Çok faydalı bir bitkidir. Və siz də belə nanəni qurudaraq saxlasaz çok xeyirli ola bilər sizin üçün. Mən YouTube'da bir video izləmişdim. Orada nanəni uzun gövdəli qopartmışdılar və onun gövdələrini də baxın bu şəkildə gövdəsiini əkmək olurdu. Yani o yeniden cücərib, yani böyüyür. Eğer siz, mən əkməyəcəm çünkü çoxdur nanə bizdə. Ona görə mən əkməyəcəm. Amma siz istəsəz, əgər hardansa yığıb gətirmisinizsə nanə falan, bunu özünüz evdə əkə bilərsiniz. Yani bu bitir. Yani mən bu videosunu görmüşəm. Bitir deyirlər. Mən nanəni belə yarpaqlarını ayıraraq kağızın üstünə sərərək, adi bildiyimiz kağız üstünə sərərək onu qurutmağa qoyacağım. Mən az yığdım çünkü qurudub tekrar, yani yer yoxdur, ona görə qurutmağa az qurutmaq istəyirəm. Kölgədə qurudacağım. Biraz qurutduğum da var.
Onu da indi sizə çəkib göstərəcəm. Bəli, budur. Əvvəl qurutduğum və bunun gövdəsi ilə birlikdə qurutmuşam. Amma onu sonra ovcumuzda ovaraq, belə ovaraq qaba yığdığımızda o gövdələri sonra bizi narahat edə bilər. Yəni bərk olur, quruyur, qupquru olur. Bəlkə də heç bir şey olmaz. Amma mən elə düşünürəm ki, tək yarpaqlarını qurutsaq daha məqsədə uyğundur. Düşünürəm ki, reyhan da qurudum. Reyhan marketdən almışdım. Bir neçə dəfə əkdim, bitmədi. İndi təkrar əkmişəm. Videonun başlanğıcında da gördünüz. Qaba əkmişəm. Çünki həyətdə ilbizlər yeyib qurtarır onu. İlbizlər üçün bilmirəm nə edək, nə çarə tapaq. Çoxdular, yəni nə əkirik, pomidor əkmişik, şitil. Yəni başlarını yeyib qurtarıblar. Sadəcə gövdəsi qalıb. Başqa heç bir şey yoxdur. Yəni əkdiyimizi yeyirlərdi. Ona görə mən də qaba əkdim. Əgər reyhan da böyüsə, yaxşı olsa, onun da qurusunu etmək istəyirəm. Və budur. Yarpaqları ayırdım gövdəsindən. Və belə nane oldu. İndi isə mən kağızın üzərinə sərəcəm və bunu səbirlə qurumağını gözləyəcəm. Quruduqdan sonra da sizlər üçün video çəkməyi davam edəcəm. Və belə qoyuruq kağızın üstünə və o qurumağa başlayacaq. Burada isə sizə reyhanlarımı göstərirəm. Çox solğun görünürlər, amma böyüyəcəklərini ümid edirəm. Bu qabda istiot əkmişəm. Qırmızı istiot. Bu qabda isə pomidor əkmişəm. Çox balacadır, yəni olsun. Bu qabda isə xiyar toxumu əkmişəm. Onlar böyüdükcə mən də sizə onun necə böyüdüyünün günbəgün videosunu çəkəcəm. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı və like etməyi unutmayın. Mənə dəstək olmağı unutmayın. Təşəkkürlər.